keçmişini, tarixini də özündə əks etdirir. Bu bayramda bütün ailə bir ocaq başına toplanır. Novruz birlik bayramıdır, paylaşmaq bayramıdır. Uşaqlar, Novruz bayramını xoşlayırsınız, sevirsiniz? Bəlkə də bayramlar içərisində mənim ən sevdiyim bayram Novruz bayramıdır. Novruz bayramının özünə məxsus adət-ənənələri var. Uşaqlar, siz eşidirsiniz? Deyəsən, qapı döyülür. Oğlum, bax gör kim qonaq gəlib bizə. Kim gəlib bizə? Ay, nə gözəl. Uşaqlar, bəlkə də ən sevdiyim adət-ənənələrdən biri papaq atlıdır. Uşaqlığımda ən sevdiyim adət-ənənələrindən biridir. Uşaqlar, bilirsiniz ki, papaq atılanda qapınıza onu boş geri qaytarmaq olmaz. Onun içini biz doldurmalıyıq. Mən uzanacağım. Buyur. Uşaqlar, deməli biz dedik ki, Novruz bayramının özünə məxsus adət-ənənələri var. Gəlin bu adət-ənənələrdən qısa olaraq biz tanış olaq. Hansı adət-ənənələrimiz var? Tonqal qalamaq. Bəli, tonqal qalamaq. Deməli biz tonqaldan tullananda deyirik ki, ağırlığım, uğurluğum odda yansın. 3 dəfə biz eyni istiqamətdə tullanırıq. Yəni, bu bilirsiniz nəyin inancıdır uşaqlar? Yəni, biz il ərzində bütün bədənimizdəki mənfi enerjilər odda yansın. Başqa hansı adət-ənənələrimiz var? Qulaq falı. Bəli, qulaq falı. Ümumiyyətcə, həmin günü, çərşənbə günlərində, qulaq falı olan günü biz evdə xoş söz danışmalıyıq. Çünki bəzi insanlar qulaq falına çıxanda ürəyində arzu tuturlar. Və qulaq falına çıxanda ilk eşitdiyi sözü qəlbindəki arzunu yozur. Başqa hansı adət-ənənələrimiz var? Küs barışı. Bəli, küsünlər barışı. Ümumiyyətcə uşaqlar, mən sizə deyim ki, təkcə bayramlarda yox, yəni adi günlərdə də küslülük yaxşı bir şey deyil. Barışmaq lazımdır, küslüyü uzatmaq gərək deyil. Başqa? Tapmacalar bayat. Bəli, tapmacalar, bayatılar, haqışdalar deyirik. Başqa hansı adət-ənənələr? Şam yandırmaq. Bəli, şam yandırır. Yəni, hər bir ailənin üzvü sayı qədər şam yandırılır. Sən nə deyə bilərsin oğlum? Yumurta döyüşdürmək. Bəli, yumurta döyüşdürmək. Bəs yaxşı deyin görüm, kim yumurta döyüşdürmək istəyir? Bugün dərsən, hamı yumurta döyüşdürmək istəyir. Yaxşı, oğlanlar qapısında. Buradan yumurtanı biz götürək. Amma belə bir söz demək istəyirəm. Siz əgər yumurta döyüşdürsəz, demək burada udan da var, uduzan da var. Kim uduzdu? Ya bizə şeir deyəcək, ya da rəqs eləyəcək. Başlayaq. Yumurtanı döyüşdür oğlum. Ay, savur. Baxın. Vay, vay, vay. Oğlum, sən qalib gəldin, sən uduzdun. De görüb bizə sən rəqs edəcəksən, yoxsa şeir deyəcəksən? Yaxşı, onu üzvü çevir, zəhmət olmasa. De şeir. Günəş ötdü cəməni, evdə qoyduq səməni, qarşıladıq Novruz'u, şamdan sarı qırmızı. Aferin sən. Bəli, siz buyurun.
yaxşı uşaqlar, deyin görün mənə. Bu Novruz bayramında ən çox hansı şirniyyatlar bişirirlər? Şeker bura pahalı pişirər. Bəli, şəkərbura paxlava bişirir. Mən də deyirəm ki, siz bugün Novruz bayramında gəlmişsiniz, süfrəmdə əyləşmişsiniz. Gəlin biz birlikdə şəkərbura bişirək. Birimiz xəmirə açırıq, birimiz bəzəyəcək, birimiz də şəkərburanın ədviyyatını hazırlayacaq. Yaxşı? Başlayaq. Bu da səndə. Xəmiri verim sənə. Aç. Yavaş verin uşaqlar. Aferin sənə. Aferin siz uşaqlar, nə gözəl yeyirsiniz. Bunlar xəmirdir. Biz indi şəkərbura bişirəcəyik. Baxın. Görürsünüz necə gözəl? Uşaqlar, bugün mənimlə Novruz süfrəsində əyləşdiyiniz üçün çox sağ olun. Sizinlə bu bayramı qeyd etmək çox xoş oldu. Süfrəmiz həmişə bol ruzili, bərəkətli olsun və həmişə də bayramı ailəmizlə birlikdə qeyd edək. Novruz bayramınız mübarək.